Aerobikaya yaxın olur. Bir də var Rasim müəllim, yoga terapiya. Yoga terapiye var böyle bir şey. Çünkü Hindistan'da tebabet var, Ayurveda. O cürbəcür üsullarla, otlarla sonra. Ama yoga üsullarını o var götürürler hem de teneffüsü. Bir de var ki yoga terapi deme olmaz ki təzə bir şeydi. O vaxtda demirdilər ona yoga terapiye. Çok problemləri elə yoga ilə götürürdülər. Deməli, o kimyəvi və bitki vasitələrini yox. Elə yoganın özü ilə, həm üçün tənəffüslə. İndi bax, hazırda yoga terapiya keçilir. Düzdürmü Rasim müəllim? Bu Azərbaycanda yoga terapiya keçilir, amma deməli mütəxəssis çox azdır. Çox azdır. Bəziləri mən öyrətmişəm. Gəliblər, öyrəniblər. Bəziləri hardasa öyrəniblər. Mən onların deməli cavabdeh deyiləm. Daşımır. Bəli. Rasim müəllim, baxın, çox insan deyir ki, mən yoga eləyirəm, mən bunu çox eşidirəm. Keçən həftə daha bizim yaxın insan deyir ki, mən Kundalini yogaya başladım. Mənim həyatım tamamilə dəyişdi, yaxşıya doğru dəyişdi. Mənim indi işimdə karyera yüksəlişim var, səhhətim sağlamam, özümü çox yaxşı hiss edirəm. Bu necə ola bilər? Yəni bir insan belə yoganı, Kundalini yogaya başladı, birdən-birə belə bir artım. Bu nə dərəcədə düzgündür ümumiyyətlə? Mən Kundalini yoganı vəbşə hindiki zamanı hesab eləmirəm yoga. Bu deməli təzə bir növdür. Özü də o vaxtı hippi cəryanı var idi. Bir dənə adını prosta istəmirəm deməyə. Böyük bir yogun deməli şagirdi gedib Amerikaya. Orada da hippilər nə ilə məşğul olurdu? Çətənə çəkirdilər, sonra iğnə vururdular. Onları prosta birləşdirib və o Kundalini yoganı tətbiq edib orada. Əsl Kundalini yoga tamam ayrı şeydir. O klasik tamam ayrı şeydir. Mən ona görə o Kundalini yoganı elə də qəbul edirəm. Çünki deməli mən Ashtanga yoganı qəbul edirəm. Ashtanga yoga deməli iki hissədən ibarətdir. Yəni Hatha yoga, bir də Raja yoga. İnsan Raja yogaya çatanda onda onun üçün bütün yollar açılır. Amma onu da bilmək lazımdır ki, necə işləmək. Elə belə müəllimsiz onu olmaz keçməyə. Bizdə Azərbaycanda aşram yoxdur ki, ora gəlsinlər adamlar, orada məşğul olsunlar. Özü də bir ay yox, bir neçə ay heç olmasa il Hindistanda kimi. Ondan sonra onlar tam deməli Raja yoganı əldə edə bilərlər.